Biz düşünürdük bu yağdırsa, biz yediğimiz yağ elə gedib ora gedir. Amma tədqiqatlar aparıldı və görüldü ki, bu yediğimiz yağ deyil orada yığılan. Elə məhz şəkərdir. Dəri qocalması təxminən hansı yaşdan etibarən başlayır? İlk olaraq özünün hansı göstəricilərlə, hansı simptomlarla biruzə verir? Bizim beynimizə yeridilən bu 3 dəfə qidalanma və s. bu kimi vərdişlər bu mütləq həqiqət deyil. Ondan sonra gələn nəsil bundan özünü heç cür qoruya bilmir və yəni. Adını çəkdiyiniz genetik amil diktə edicidir, imperativdir. Yəni özünü gec və ya tez bu və digər formada biruzə verir. Bu yağlı qidaları və rafinə edilmiş şəkər məmulatları dərinin vəziyyətini pisləşdirmir, yoxsa bu sadəcə bir mifdir? SPF-ə vərdiş eləməliyik. Həm cavan qalmaq istəyiriksə, həm də ki, dəri xərçənginə düçar olmaq istəmiriksə. Salam. Sağlıq saatına baxırsınızsa, saata baxmaya ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitməz. Biz isə bu zamana sizin sağlamlığınız fonunda dəyər qatırıq. Sağlıq saatının bugünkü qonağı həkim dermatoloq Fərhad Qarayevdir. Salam Fərhad doktor, necəsiniz? Salam, çox sağ olun, yaxşıyam. Siz Necə necəsiniz? gedir işlər? Şükür, salamatçılıq. Pasientlərlə anlaşa bilirsinizmi, yola gedə bilirsinizmi? Məncə hə. Fərhad doktor, bugün sizlə dəridə formalaşan akne və sızanaqlar, dəri yağlılığı, ümumiyyətlə dəri xəstəlikləri, ekzema, göbələk kimi dəri xəstəlikləri haqqında ümumi bir söhbət aparmaq istəyirik. İlk sualım ondan ibarətdir ki, gənclər hal-hazırda, ümumiyyətlə gənclər və yaxud da orta yaşlı pasientlər ən çox hansı problemlərlə yanınıza yaxınlaşır və ümumiyyətlə insanda dəri problemlərinin yaranmasının əsas səbəbləri nədir və bu hansı daxili orqanlarda olan problemlərdən qaynaqlanır? Sadaladığınız o xəstəliklər həqiqətən çox rastlanıldı. Ümumiyyətlə dermatovenerologiyada belə deyək 3000-ə yaxın nazologiya var. Ən çox nazologiyanın sadə dildə desək xəstəlik sayı olan sahədir. Və bu müraciət sayı yaş qrupuna görə və coğrafiyaya görə dəyişir. Mən əvvəl Şamaxıda da işləyirdim. Bakıda da paralel, təyinatım oraydı. Və hiss edirdim ki, müraciətlər formasına görə dəyişir. Yəni, o dediyim xəstəliklərin sayına görə dəyişir. Rayonda başqa müraciətlərlə daha çox müraciət edirlər, yəni şikayətlərlə. Şəhərdə daha başqa şikayətlərlə. Qidalanma ilə bağlı ola bilər. Təkcə qidalanma deyil. Bu belə deyək, struktural getsək mən Bakıda özəl klinikada işləyirəm, hansı ki, hər cür avadanlığı var və daha çox sırf o mərkəzə görə müraciət edirlər. İkincili, üçüncülü hallar üçün, daha ağırlaşmış hallar üçün və hər hansı bir dəri xəstəliyinin fəsadını götürmək üçün və s. Daha belə deyək, rayonda işlədiyim zamanda isə o diaqnostika mərkəzidir. Bir dənə dermatoloqu varsa, bütün şikayətlərlə. Yəni şəhərdə artıq poliklinika səviyyəsində və başqa belə deyək də ilkin tibb müəssisəsi səviyyəsində o problemlər həll olur. Bizə gəlib çatır belə deyək. Daha çox xronikləşmiş, daha çox müalicəyə dirəncili formalı şikayətlərlə gəlirlər. Əsas fərq buna görə olur. Bir növ orada daha geniş spektrdə xəstəliyə baxırdıqsa, artıq şəhərdə daha spesifik, daha bir xətt üzrə müraciətləri müşahidə edirəm. Gənclər dediniz, daha çox nə ilə müraciət edir. Burada da yenə başlayır əsasən mövsümdən asılı olmayaraq olan şikayətlər, sonra mövsümə görə dəyişən şikayətlər. Daha yaxşı olardı ki, bu xəstəliklərdən elə sadaladıqlarınızdan istənilənlə başlayaq, sonra yadıma düşdükcə digər xəstəliklər haqqında da danışaram sizə. Bu bölümə hazırlaşarkən ümumiyyətlə özüm də bir neçə mənbədən, bir neçə elmi məqalədən bəzi araşdırmalar elədim və dəridə olan problemlər bir neçə faktorlardan dolayı qaynaqlandığı ortaya çıxdı. Məsələn, ola bilər genetik faktorlar, hansı ki, ailədə akne və ya dəridə yağlılıq varsa, övladlarda da ola bilər və ya hormonal dəyişikliklər, yəni testosteron səviyyəsinin artması, yeniyetməkdə sebumun çox ifraz olunması və ya işte qidalanma əsas şəkərli və laktoza məhsullarının daha çox istifadə olunması və psixoloji faktorlar, hansı ki, stres artıq kortizol hormonuna gətirib çıxarır və bu səbəbdən də artıq üzdə, dəridə müəyyən problemlər yaranmağa başlayır. Bu faktorlardan hansı ən çox önəm daşıyır? Deməli, xəstəliklərin yaranmasında qısa desək, sadaladıqlarınızı daxili və xarici faktorlar olaraq sadə dildə desək belə bölürük və bunların sırasında, daxili faktorlar sırasında bayaq adını çəkdiyiniz genetik amil diktə edicidir, imperativdir. Yəni, özünü gec və ya tez bu və digər formada biruzə verir.
elə deyək, əsas təkanverici amil budur. Xarici faktorlar da artıq ikincili gəlir burada. Xarici faktorlara biz deyəndə təkcə ətraf mühit nəzərdə tutulmur. Qida rasionu da burada rol oynayır, vərdiş, iş şəraiti, stres özü xarici faktordur. Stres ümumiyyətlə insan orqanizmində əsas trigger faktorlardan biridir. Hər bir insanın fərqi yoxdur, dəri xəstəliyi və yaxud digər xəstəliyi varsa, insanın genetik olaraq meyilli olduğu hansısa bir xəstəlik varsa, stres burada trigger rol oynayır. Sadə dildə desək, mədə turşuluğu çox olan insan, genetik meyli varsa, stres zamanı xorası olma ehtimalı yüksəkdir. Nəsildə şəkərli diabet anamnezi varsa, o zaman stres zamanı həmin insanda diabetin və yaxud insulin toleransının yaranma ehtimalı yüksəkdir. Eyni də gəlir bizim sahəyə, dermatologiyaya. Stres burada təkanverici rol oynayır. Bəs dediniz, məsələn, genetik faktorlar əsas diktə edici rol oynayır, yəni prioritet əsas faktor ondadır. Bəs yəni, deyək ki, ata-ana qidalanma rasionu, yəni dəri problemlərini yaratmağa meyilli olub və ümumi ondan əvvəllərdə də, yəni ümumi genetikada, DNK kodlarında yəni belə bir şey var ki, yəni, bu adamların dəriləri yağlı olur da. Bəs yəni gələn, yəni ardıcıl ondan sonra gələn nəsil bundan özünü heç cür qoruya bilmir bəyən. Deməli, genetik məsələlər təkcə qida ilə yox, ümumiyyətlə bu təkamül məsələsidir. İnsanlar, yəni yaşadığı ortama uyğun, təkcə insanlara aiddir, bütün canlı aləminə aiddir bu. Bir adaptasiya edir, yəni uyğunlaşır. Uyğunlaşma nəticəsində müəyyən xüsusiyyətlər əldə eləyir. Əslində dərin yağlanması, belə deyək, bu bizə lazım olan bir şeydir və dermatologiyada, ümumiyyətlə dəridə bu yağlı zona dediyimiz zona, elmi adı seborreik zonadır. Bu fikir vermisinizsə, üz nahiyəsidir, sinədir, başdır, kürəyin yuxarı nahiyəsidir. Yəni daha çox açıqda qalan sahədir. Yəni bu deməkdir ki, təkamül nəticəsində insanlar bədənini örtürdülər, amma bu hissə açıq qalırsa, bu özünü xarici faktorlardan qorumalı idi. Çünki çox təmasda olurdu. Və təbii olaraq həmin nahiyədə əlavə qoruyucu bariyerə ehtiyac olur deyə o nahiyədə sebum vəzləri, pi vəzləri formalaşır, inkişaf edir və aktivdirlər. Və bizim cinsi yetkinlik dönəmimizdən başlayaraq artıq bu belə deyək, vəzlər aktivləşir. Bizdə başlayır üzdə, saçda, sinədə yağlanmanı artıq hiss edirik. Burada indi hamıda bu baş verirsə, niyə kimdəsə bu səpkiyə yol açır, kimdəsə yol açmır? Bunun səbəblərini genetik izah eləsək, necə ki bizim dəri rəngimiz, saçımızın forması, üz quruluşumuz, boyumuz və s. genetika müəyyənləşdiribsə, həmin o dərinin qalınlığı, oradakı pivəsin forması, onun axacağın quruluşu və s. də eyni formada genetik olaraq artıq müəyyənləşdirilibdir. Xarici amil burada necə rol oynaya bilər? Məsəl üçün, siz hər hansı bir rütubətli ərazidə yaşayırsınız və yaxud nəsliniz yaşayıb quru bir ərazidə, rütubəti aşağı olan ərazidə, orada pi vəzlərinin belə deyək, tıxaclanma ehtimalı daha az olubdur. Niyə? Çünki yağ sekresiya olunduqca, rütubət aşağı olduğu üçün, buxarlanma da sürətlə getdiyi üçün o belə deyək, o pi təbəqə yenilənirdi, toplanmırdı. Amma daha rütubətli yerə köçüblərsə, həmin nəsli, həmin genetik xüsusiyyətə malik olan şəxsin övladları nəticədə nə baş verir? Həmin o coğrafiyaya uyğunlaşmış gen, hər şey elib ona uyğun, amma biz köçmüşük rütubətli zonaya və nəticədə həmin yerdə ixrac olan piy və axacaqlardakı epidermis toplanıb orada tıxaclanma üçün şərait yaradır ki, bu da sırf o sızanaq xəstəliyinin birinci stepidir, birinci addımıdır. Bu xaricdə baş verən dəyişiklik. İkinci dəyişiklik, təsəvvürünüzə gətirin, ulu babalar məsəl üçün gül karbohidratlar, sadə karbohidratlar, yəni şəkər desək, şəkər və digər ünlü mamulatlarını əgər az qəbul ediblərsə, amma onun belə deyək, varisləri daha çox qəbul etməyə başlayırlarsa, bu zaman qanda şəkərin miqdarı birdən artır. Biz bu qidalara glikemik indeksi yüksək qidalar deyirik. Sadə dildə desək, o qida ki, biz onu qəbul edəndə qanda şəkər digər qidalar qəbul etdiyimizdən fərqli olaraq sürətlə artır. Və bizim endokrin sistemimiz də adaptə edib ki, bu şəkər çox artdısa, bunu neytralizə eləmək lazımdır. Və bunun üçün bizim insulinimiz var. İnsulin gərəyindən çox sintez olunur və qısa bir müddətdə o şəkəri qandan götürməlidir ki, biz şəkər komasına girməyək. Yəni biz bu xüsusiyyətin hesabına da sağ qalırıq. Və nəticədə o artıq şəkəri göndərəcək. Ya əzələdə glikogen şəklində toplanacaq, qaraciyərdə müəyyən qədər depolanacaq, amma o depolar azdır. Əgər idmansızsınızsa, bəli, əzələ deponuz çox ola bilər. Amma idmansız deyilsinizsə azdır və piyə çevrilərək
qarın bölgəsi və digər nahiyələrdə depolanır. Yerdə qalan hissəsi isə sırf o pi vəzlərindən başlayır axmağa. Yəni dolayı yolla desək, burada qidalanma bizim yağlanan dərimizdə xam mal rolunu oynadı. Ətraf mühit bunun üçün bir növ parnik rol oynadı. Nəticədə başqa bir qidalanma, başqa bir şərait üçün bizim əcdadlarımızda normal, belə deyək də, şikayətə səbəb olmayan bir dəri var idisə, yəni yağlanma, sızanaq problemi yox idisə, şəraitin dəyişməsi, qidalanmanın dəyişməsi burada müəyyən rol oynayıbdır. Bu formada stres də bizə təsir edir. Çünki stres elə bir sarsıntıdır ki, orqanizm üçün həm hormonal səviyyədə, həm digər immun səviyyədə və s. də insanda belə deyək, çalxalanma, orqanizmdə çalxalanmaya səbəb olur və disbalans yaradır. Bunun nəticəsində iltihabi proses gedə bilər. Bayaq sadaladığım hansı xəstəlik, meyillik varsa üzə çıxa bilər və s. Digər bir suala keçid eləyək. İkinci sualım ondan ibarətdir ki, dərinin sağlamlığı üçün ən vacib vitaminlər və minerallar hansılardır və hansı qidalarla dərimizin sağlamlığını dəstəkləyə bilərik? Məsələn, xaş yeməyi var ki, hansı ki yüksək kollagen tərkiblidir, içində həmçinin B12 falan vitamini var ki, bu dəriyə xüsusi bir faydaları mövcuddur. Belə deyim də, ümumi səhər, günorta, axşam, hal-hazırdakı Azərbaycanda deyək ki, standart iş qrafiki ilə 9-6 səhər yeməyi, günorta yeməyi və axşam yeməyi ilə hansı qidalarla necə, yəni hansı yaşlarda qidalana bilərik ki, dəri strukturu pozulmasın və dəri öz canlılığını yenə də qorusun və əlavə edilmiş son bir sual da ki, bildiyim qədərilə bir çox insan bu belə deyim, problemdən əziyyət çəkir ki, bu rafinə edilmiş şəkər məlumatları və yağlı qidalar. Çünki hər bir demək olar ki, evdə yağlı qida, yəni Azərbaycan coğrafiyasına əsasən demək olar ki, bizim mətbəx daha çox yağlı yeməklərlə məşhurdur, yağlı qidalarla. Bu yağlı qidalar və rafinə edilmiş şəkər məlumatları dərinin vəziyyətini pisləşdirmir, yoxsa bu sadəcə bir mifdir? Başdan başlamaya çalışacağam. Deməli, dəri üçün qidamızda nəyə fikir verməliyik ki, xüsusilə buradan dərimiz faydalansın. Ümumiyyətlə, dəriyə faydalı olan şeylər belə alınıb ki, elə bütün orqanizmə faydalıdır. Yəni, oradan seçilmir. Ümumi olaraq orqanizmə faydalı olan həm elementlər, minerallardan söhbət gedir, həm vitaminlər və digər qida əlavələri. Qida əlavələri, yəni biz onu əlavə etdikdə olur. Rasionumuzdakı həm əsas tərkib nədir bizim yediyimiz? Bu proteindir, karbohidratdır, lipiddir. Bu bizim, belə deyək, yeməyimizdir. Bir də onun tərkibində elementlər var, burada minerallardır və vitaminlərdir ki, bunlar da müəyyən funksiyalar daşıyan tərkib hissələridir. Bunlar lazımi balansda olmalıdır ki, həm dərimiz sağlam olsun, həm özümüz sağlam olaq. Qidalanma barəsində isə, məsəl üçün, sən soruşduğun o şəkər və yağlı qida məsələsi, ümumiyyətlə, hər coğrafiyanın, yaşadığı coğrafiyaya uyğun bir mətbəx kültürü də var. Dəniz sahilində yaşayanlar dəniz məhsulundan çox istifadə edirlər və bu ümumiyyətlə çöl sahəsində yaşayan insanlar maldarlıqla məşğul olublar, qidası buna uyğunlaşıb. Amma məsəl üçün əkinçiliklə məşğul olan insanlarda isə daha çox elə un məmulatları da oradan başlayır. Ümumiyyətlə bu şəkərli qida və yağlı qida söhbətini izah eləməmişdən qabaq qısa bir xülasə keçim ki, insan özü, yenə təkamülə gəlirəm, əcdadlarımız lap başlayaq o primatlardan dönmələrə şəkəri belə asan tapmırdılar. Şəkər bugün bizim rahat düşüb dükandan aldığımız bir şeyə çevrilibdir. Elə həmçinin digər qidalarda və bizim o əcdadlarımız heç bizim kimi gündə 3 dəfə də yemirdi. Gündə 3 dəfə yemək bu sənaye, belə deyək, sənayeləşmə dövründən sonra başlayan bir vərdişdir. Orta əsrlərə baxsaq, o dövrə aid yazıları oxusaq, görürük ki, insanlar acə təsərrüfatla məşğul olan insan gündə bir dəfə yeyirmiş, o da günorta yeyirmiş, doyunca havada qaraldı, elektrik yox, yıxılıb yatırdı. Səhər tezdən gün doğanda dururdu, işin dalınca gedirdi, acırdı, gəlirdi, yeyirdi. Bu daha təbii idi hətta mənə görə. Və bu qidaları, belə deyək, rahat əldə eləməməyi, mağara dövrünə getsək, insan qidasını əldə eləmək üçün müəyyən fiziki iş görməli idi. Ovçuluq dönəmidirsə bu qidanı ovlamalı idi, onu hazırlamalı idi, yeməli idi və bu ov həmişə marketdəki kimi bizi gözləmir. Ona görə də insan ağacda yaşayan qohumlarımızdan fərqli olaraq, digər primatlardan fərqli olaraq pi depolanmaya adaptasiya elədi.
Yəni şimpanze ilə bir insanı müqayisə eləsən, şimpanze əzələdən ibarətdir. Şimpanzenin qarnı yoxdur. Onu nə qədər yedirtsən o çıxmayacaq. Çünki onun o dəratı piy yığmaq xüsusiyyəti yoxdur. Tarixdə bu bizim üstünlüyümüzdür. Biz onun hesabına sağ qalmışıq. Biz onun hesabına ağacdan uzaqlaşıb 2 həftə ac yol gedə bilmişik və s. və ilə axıra. Bu gün qidanı rahat tapırıq, amma bizi xilas edən o xüsusiyyət, yağı yığmaq xüsusiyyəti artıq bizim bəlamıza çevrilibdir. Ona görə bir zamanla müxtəlif belə deyək, yanaşmalar artıq başlayır. Bu sırf diyetologiya sahəsinin mövzusudur. Yəni bu bizim beynimizə yeridilən bu 3 dəfə qidalanma və s. bu kimi vərdişlər bu mütləq həqiqət deyil və biz öz yaşadığımız dövrdə bunun necə dəyişdiyinin şahidi oluruq. Şəkərin sırf bayaq artıq onu izah elədim, sırf dəridə nə kimi problem yaradır. Piyələnmənin də aşağı-yuxarı hamı tanışdır. Bu nə risklər yaradır? Bu insulin toleransı yaratması, kişilərdə gələcəkdə infarktda şərait yaradır, qanda xolesterin artması və s. və axır problemlər yaradır. Yağ məsələsi isə artıq mifə çevrilib. Belə deyək, elm inkişaf elədikcə biz düşünürdük bu yağdırsa, biz yediyimiz yağ ilə gedib ora gedir, amma tədqiqatlar aparıldı və görüldü ki, bu yediyimiz yağ deyil orada yığılan. Elə məhz şəkərdir. Bayaq dediyim mexanizmlə artıq şəkər yağ kimi depolanır. Niyə bəs depolanır? Niyə xaric ola bilmir? Çünki bizim əcdadlarımız 2 həftədən bir, həftədə bir dəfə yemək yeyirdilər. O depoya ehtiyacı var idi. Onun hesabına bu gün insanlar var. O depolanmanın hesabına. Yoxsa biz digər primat, qohum primatlar kimi həmin o lori dildə desək, banan ağacından uzaqda dura bilməyəcəkdik. Biz məcbur olacaq ki, gün ərzində elə 1 saatdan bir banan yeyək ki, çünki depo yığa bilmirik. Və o 1 saatdan bir banan yemək məcburiyyəti bizi o ağacdan kənara getməyə imkan verməyəcəkdir və insanlar görürsünüz bütün dünyaya yayılıbdır. Paltar geyinirik, Kamçatkada deyirik ki, bu qeyri-təbiidir, çünki sən gelib ora çıxa bilmirsən, sənin ilkin arayanın Aralıq dənizinin sahilidir. Orada lüt gəzə bilərsən çünki. Yəni bizi bu depolama bizə imkan verdi ki, artaq, güclənək, dünyaya yayıla bilək, amma komfortlaşmağımız, qidaya əlimizin çatmağı ona gətirdi, çıxartdı ki, çəki topladıq və digər xəstəliklər başladı. Yağın sağlam və yaxud qeyri-sağlam olmağı, seçdiyimiz yağın bu bir başqa mövzudur. Amma ümumilikdə götürəndə adicə dəriyə faydalı vitaminləri deyiriksə, vitamin A, vitamin Y, bunlar dəriyə faydalı vitaminlərdir. Amma siz yağ qəbul eləməsəz, onlar sorulmayacaq. Və sizdə A vitaminozu, Y vitaminozu və onun nəticəsində olan xəstəliklər, nəinki dəridə və digər orqanlarda xəstəlikləriniz başlayacaq. Bu da o deməkdir ki, bizə yağ lazımdır. Plus bizim kişilərin androgen hormonu testosteron. O özü o yağdan sintez olur. Sən yağdan tam imtina eləsən, təbii ki, hormonlarında da disbalans başlayacaq. Şəkər məsələsi haqlıdır, özünü doğruldub, amma yağın zərər məsələsi mifdir. Kardioloqların da belə deyək, bu artıq kardiologiyanın sahəsidir. Orada da artıq tədqiqatlar göstərdi ki, qanda xolesterin artması sən yediyin yağdan, qoyunun quyruğundan bilavasitə asılı deyil. Hansısa belə deyək, mübadilə, metabolizm prosesinin pozulması nəticəsində o xoşagəlməz xolesterin toplanır. Yenə də yediyin yağa aid deyil, hətta daha çox elə şəkərə aiddir həmin o xolesterində. Növbəti sualım onunla bağlıdır ki, dəri nə vaxtdan qocalmağa başlayır və ilk qocalma əlamətləri hansıdır? Mən araşdırma eləyəndə belə bir yaş çıxmışdı orada. Təxminən 25 yaşdan etibarən bu prosedur başlayır və bu artıq genetika, həyat tərzi və ətraf mühitinə çox bağlıdır. Məsələn, 1 yaşdan sonra artıq kollagen və elastin itkisi baş verir. Məsələn, qadınlarda menopauzadan sonra artıq 30%-ə qədər bu itki sürətlənir. Həmçinin gənc yaşda dəri hüceyrələri təxminən 28 gündə bir yenilənir, amma yaşlandıqca bu artıq qalxır bu sayı 30-40-a. Ümumi olaraq deyim kimi, dəri qocalması təxminən hansı yaşdan etibarən başlayır? İlk olaraq özünün hansı göstəricilərlə, hansı simptomlarla biruzə verir və dərimizi necə qoruya bilərik ki, qocalma gec yaşlarda başlasın? Deməli, dəri qocalması, yəni sadə desək, əlamətlərini hamı aşağı-yuxarı bilir. Bu dəridə qırışların yaranmasıdır, dəri tonunun dəyişməsidir, müəyyən ləkələrin olmasıdır, dəri altı piy toxumasının sorulmasına da qədər olar dəridə sallanmaların. Biz buna tibbi dildə qravitasiyon dəyişikliklər deyirik. Burada yenə də genetik amil diktə edicidir. Xarici amillər burada var. Stress,
yaşayış tərzi, iş ağırlığı, yuxu da bura aiddir, xarici və qidalar. Genetik məsələ burada həmişə imperativ olur, özünü göstərir, müəyyən limiti var. Tutalım, sizin nəsildə 30 yaşa qədər heç kəsin saçı ağarmır və yaxud 35 yaşa qədər heç kəsdə qırış olmur. Falan kəsin işi ağır olduğu, mərkəz hərbçidir, bütün günü günün altında düzülüşdədir deyə onda bu əlamətlər başladı daha tez. Tutalım 25-də başladı. Günəş amili burada. Digərin iş rejimi elədir ki, gecələri yatmır, kifayət qədər melatonin sintez eləmir, dəri axı bərpa olmalıdır. Bütün orqanizm kimi bərpa müddəti qısaldığı üçün yenə qocalma gedir. Dəridə biz qocalma deyəndə nəzərə alırıq. Burada kollagen liflər var, dəridə bu o karkası təşkil edən elastin kollagen liflərdir. Onların sekresiyası azalır, destruksiyası artır. Buna səbəb olur dağıdıcı amillər, sərbəst radikallar, bu zərərli vərdişlərimiz, qidadakı sərbəst radikallar, işin verdiyi stres, plus ən birinci yerdə duranda ultrabənövşəyi şüa. Ultrabənövşəyi şüa nəinki bizim dərimizi qaraldır, ləkələrə səbəb olur, xərçəngə səbəb olur, mənfi tərəflərini deyirəm. Eyni zamanda kollageni belə destruksiya edir, yəni parçalayır. Buradan kollagenin parçalanması səbəbləri artır, digər tərəfdən bərpası ləngiyirsə, bizdə qırışlar başlayır. Müəyyən yaşdan sonra bizdə dərialtı pi toxuması sorulur, o bizə bu yanağa, bu dolğunluq görüntüsünü verən, yaşlılarda gördüyümüz o batıq üz, uzunsov üz sırf buna görə olur. Bunun sayəsində də bu qocalmanı biz görürük. Qarşısını almaq da, belə deyək, biz hər şey kontrol edə bilməyəcəyimiz üçün bugün bütün dermatologların dünyada belə deyək, car çəkərək dediyi məsələ günəşdən qorunmadır. Sırf geniş danışa bilərik, sırf bu məsələyə toxunmaq istəyirəm. Burada bizim insanlara da belə deyək, yanılğıya uğradan məsələ D vitamini məsələsidir. Son bir neçə ildə özünüz də yəqin müşahidə eləmisiniz, D vitamini analizi populyarlaşdı. Və hamıda da ya aşağı ya kritik aşağı olur. Hamıda deməyə cəsarətlə deyirəm, ən azı mənim müşahidəmdə hamıda deyə bilərəm. Mən hələ də D vitamini qəbul etmədən o göstəricinin normal olduğu bir pasiyent qarşıma çıxmayıbdır. Baxmayaraq ki, biz günəşli ölkəyik. Biz hələ günəşli ölkəyik. Bunun yəqin ki, müəyyən səbəbi var, hələ ki, ya araşdırılır, amma faktiki hələ ki, ortaya bir səbəb çıxarılmayıb. Amma bu həm də o deməkdir ki, biz günəşdən yox, artıq qida əlavəsi olaraq o vitamini əldə etməliyik və günəşə dərinin düşməni kimi baxa bilərik rahat. SPF-ə vərdiş eləməliyik, həm cavan qalmaq istəyiriksə, həm də ki, dəri xərçənginə düçar olmaq istəmiriksə. Bunu ən azı özünüz də müşahidə edə bilərsiniz. Günəşli, belə deyək, açıq havada, bu hərbçiləri daha çox misal çəkirəm burada, xidmət göstərən, işləyən insanların necə yaşından artıq göstərdiyini müşahidə edə bilərsiniz. Hətta məşhur bir foto da var. Böyük tırları uzun məsafəyə sürən bir insanın üzünün bir tərəfi digər tərəfdən 30 yaş böyükdür. Məşhur bir fotodur və bütün dermatologlar kiməsə SPF deyəndə pasiyent etiraz edəndə o şəkli göstərir, dərhal razılaşırlar. Çox belə təsir edici bir fotodur və bu həqiqətdir. Digər qocalma məsələləri də, bu əsas amil budur deyə buna toxunuram. Elə bununla hələ ki, qabağını ala biləcəyimiz, edə biləcəyimiz ən ucuz məsələ budur. Başqa nə eləmək olar? Təbii ki, müvafiq prosedurlar var ki, dermatologlar eləyir. Həmin o kollagen sintezini stimulyasiya edir, dəridəki o hialuron turşusunu bərpa eləyir, dərialtı pi toxumasını, sorulmasını ləngidir və s. Bu prosedurlarla təbii ki, və müəyyən qidalanma və yuxu rejimi ilə, yəni belə deyək, cavan qalmaq istəyən adam çox da şüküzar olmamalıdır. Yəni, işdə özünüzü həlak edəcəksinizsə, bilin ki, bu sizin simanızda özünü göstərəcək. İstirahətinizə də vaxt ayırmalısınız. İşləyəndə də, belə deyərlər, bəli, kimsə ehtiyacdan işləyir, kimsə pul qazanmaq üçün, amma düşünün, əgər cavan qalmaq bir ideyanız varsa, bu işə məhdudiyyət qoymağı, istirahəti artırmağı və bayaq sadaladığım məsələləri gözləsəz, mümkün qədər gec qocalacaqsınız. Çox sağ olun Fərhad doktor, gəldiniz. Siz də sağ olun. Cəmiyyətin bir çox hal-hazırda yaşadığı bu dəri problemlərini ən azından aydınlıq gətirdiniz, tam şəffaf, səmimi şəkildə. Söhbətim üçün sizə dərin təşəkkürümü bildirirəm. Minnətdaram, rica edirəm. Bugünkü qonağımız həkim dermatoloq Fərhad Qarayev idi. Videonu bəyəndinizsə, videonu like etməyi, şərh bölməsində fikirlərinizi bölüşməyi və kanala abunə olmağı unutmayın. Sağlıq saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.